Əgər bir adama hər gün 86.400 manat verilsə və deyilsə ki, bunu ancaq bu gün xərcləyə bilərsən, sabah artıq bu pul səndən alacaqlar, o adam nə edər? Əlbəttə ki, ağıllı adam onun hamısını qəpiyinədək öz xeyri üçün sərf edər. Elə isə nə üçün bəzi insanlar qızıla bərabər vaxtını yaxşı işlərə sərf etmirlər? Əgər hesablasanız görərsiniz ki, bir gün, yəni 24 saat, 86.400 saniyədən ibarətdir. Hər saniyənin qədrini bilmək lazımdır. Ömür gedir və o saniyələr bir daha geri qayıtmayacaq. Bu xüsusda Peyğəmbər sallallahu aleyhi və sələm belə buyurmuşdur. İki nemət var ki, insanların çoxu onu layiqincə dəyərləndirmir. Sağlamlıq və bir də boş vaxt.